Hayatını itirdikten sonra da insanlara yeni bir yaşam şansı vermək mümkündür. Ölüm bəzən son deyil. Bir cüt göz, bir ürək, bir nəfəs başqasının sabahına çevrilə bilər. Bəzi insanlar öldükdən sonra da faydalı olmaq, orqanlarını bağışlamaqla dünyadakı varlıqlarını davam elətdirmək istəyirlər. Amma bəzi həssas səbəblərdən dolayı onların yaxınları və doğmaları buna imkan vermir. Bəs paytaxt sakinləri necə düşünür? Onlar yaxınlarını itirdikdən sonra orqanlarını bağışlamağa razı olarlarmı? Bəli, olaram. Çünki ondan sonra həyat davam etsin istəyərəm. Çünki hətta mən də öləndən sonra vəsiyyət eləyərəm ki, mənim də varsa əgər sağlam bir orqanım, onu da bağışlasınlar. Yox, mənim yaxınım ona qərar versin də qabaqcadan ki, o orqanı bağışlamaq istəyir yoxsa yox. Ya kimin səbəbi üçün mən niyə qərar verim ki? Yox. Yəqin ki, bağışlamazdım. O mənim verə biləcəyim bir qərar deyil, amma özümün bəlkə də, məsələn, bilsəm ki, elə bir şəxs var ki, mənim hansısa bir orqanım onun sağlamlığına yarayacaqsa, bəli. İnsan özü istəməlidir onu. Yəni ki, onun sağlığında olmalıdır o. Onun əzizləri onu, yəni ki, onun əvəzinə onu təyin etməlidir. O biraz, necə deyim, demək olar ki, vəhşilik hesab olunur. Əgər sən, məsəl üçün, dünyasını tərk edən adam nə qədər sənə yaxın olsa da, yəni ki, əgər sənə əzizsə, yəqin ki, ona razı olmamalısın. Amma insan ola bilər ki, özünün insan xeyriyyətçilik üçün, məsəl üçün, yararlıdırsa, nə vaxtsa onun məsəl üçün, orqanından, dünyasının dəyişməsi istifadə edilmək üçün özü ancaq onu təyin edə bilər, başqası yox. Çətin sualdır, amma belə deyə bilmirəm. Əgər yaxın adamdırsa verərəm, niyə vermirəm ki? Orada nə problem var ki? Sonra ölüb gedəcək də. Bir var ki, torpaqda çürüyə, bir də var ki, kiməsə həyat verəsən də, həyat bağışlayasın. Yaxın mənasında baxırdı, indi ola bilər, ailədən biri ola bilər, qohumlarımdan kimsə ola bilər, amma hər halda mən bağışlamazdım. Nəyə görə bağışlamazdım? Çünki indi o əgər yaşadığı müddətdə belə bir müzakirəmiz olarsa və danışarsa, desə ki, bağışlayarsa, o təbii, amma ki, mən onun yerinə qərar verə bilmərəm də, artıq o haqq dünyasındadır. Yəni, mən bilmirəm, o yaşasaydı, razı olardı mı öz orqanlarını kiməsə bağışlasın və ya yox. Ona görə mən çətin onun yerinə qərar verim. Onsa çürüyüb gedəcək hamısı. Kiməsə verilsin, bəlkə ondan bəhrələnsinlər. Kimisə sağlamlığı yaxşılaşsın və uzun ömür yaşaya bilsin bəlkə həmin o orqanla. O məncə yaxşıdır.